verərsən. Deyərsən ki, belə bir adam gəlmişdi. Dedi ki, qapısının girişini dəyişsin. Qapının girişini dəyişsin. Qadın da başa düşmür və onu İsmail əleyhissalam evə qayıtdıqdan sonra deyir ki, bir nəfər gəlmişdi, səni istəyirdi. Çox gözlədi, bir gün gözlədi səni. Gəlmədin, axşam o çıxdı, getdi. Dedi, necə adam idi? Onun nəmnişanını dedi. Uzun saçları var idi, uzun saqqalı var idi. Ağappaq saqqalı var idi. Çox gözəl nurani siması var idi. Çox qoca idi. İbrahim əleyhissalam ağlayır. Deyir, o mənim atamdır. Atam mı gəlmişdi? Dedi, hə, o səni gözlədi, sən gəlmədin, o getdi. Və sonra deyir ki, amma o gedəndə bir söz dedi. Deyəsən, onun üçün gəlmişdi, nə idisə. O dedi ki, İbrahimə, İsmailə deyəsən ki, qapının astanasını dəyişsin. İsmail əleyhissalam ayılır, gözləri böyəlir. Deyir, Subhanallah, sən ona nəsə demisən? Qadın qorxur. Deyir ki, nə olub ki? Deyir, ona nəsə demisən? Deyir, yox. Deyir, yox, sən ona bir söz demisən. Onu de. Nə demisən ona? Dedi, heç biraz şikayət elədim. Dedim ki, İsmail də evdə gez-gez tapılır. Dedi ki, hə, atam mənə bunu nəsiyyət eləyib. Qadınıvı düzəlt. Qadınıvı düzəlt. Evin astanası deyir ona, qapının astanası. Yəni, evdə olan sözü qapıdan çölə çıxartmasın. Baxın, dəyərli müsəlmanlar, görürsünüzmü, necə də hikmətli söz. Yəni, evin sözü çölə çıxmaz. Nə olsun atasıyam? Nə olsun atasıyam? Heç o bilmirdi ki, atasıdır. Bilmirdi atasıdır. Deməli, hər kəsə danışırsan sən. İsmail əleyhissalam ondan ayrılır bu hərəkətinə görə. Yəni, bu mövzu bizə lazım olan hissəsi budur ki, yəni, evin sirri evdə qalmalıdır. Evin bərəkəti gedər. Evin bərəkəti gedər. Sonra deyirsən ki, evimizdə bərəkəti yoxdur. Amma həyat yoldaşımın sözünü qıraqda danışırsan. Və yaxud da ki, kişi, indi kişilər daha bədtər olub qadınlardan bu məsələdə. Baxarsan ki, kişidir, dostları ilə oturub evinin dərdini danışır. Subhanallah, bir kişi evinin dərdini dostuyla mı danışar? Olmaz ki bu. Doğru deyildir bu. Axı o evin böyüyü elə sənsən. Bir var ağıl alasan birindən, o başqa.